Buyuramaz. Valla yeni gelmişken affıyla bağlı tutalım. AFA'nın icra komitesinin son toplantısında müxtəlif yığma komandaların uğursuz baş məşqçiləri vəzifədə saxlandı. Sizcə bu səhv qərar deyildir? Çox xahiş edirəm, mənə ümumiyyətcə icra komitəsindən bağlı suallar verməyin. Çünki orada nə müzakirə olunursa, hamıya, ümumiyyətcə mediaya ətraflı məlumat verilir. Mənim hər hansı bir fikir bildirməyim, həm fikrimi burada yox, belə deyək, əgər lazım olma orada bildirirəm. Arada bildirmək bir o qədər düzgün deyil. Və yəni belə açıqlama veriləsi bir, belə deyək də, epizod deyil, sual deyil bu. Ona görə üzrlü hesab edəqindən, yəni bəzən belə deyək də, belə fikirlər görsən biraz qarışıqlıq yaradır, belə deyək.